Növbəti dərsimiz Atropatena dövləti. Atropatena dövlətinin əsasını kim qoymuşdu? Atropat. Atropat kim idi? Yadımıza salaraq. Əvvəlcə Midiya canişini idi. Daha sonra İskəndərin dövründə kiçik Midiya canişini olur. Bundan sonra İskəndərin sərkərdəsi Perdikkədən qohum olur və kiçik Midiya satrapı kimin nüfuzu artır, belə deyək. Və İskəndər öləndən sonra Perdikkən dövründə yenə də kiçik Midiyanı idarə edirdi və Perdikkə öləndən sonra eradan əvvəl 321-ci ildə Atropatena dövlətinin əsasını qoyur. Demək, dövlət nə vaxt yarandı? Eradan əvvəl 321-ci ildə. Kim tərəfindən? Atropat tərəfindən. Və yenə də Atropatena kiçik Midiya kimi də tanınırdı. Bunu qeyd edirik. Atropatenanın ərazisi hardan hara uzanırdı? Yəni, hansı əraziləri əhatə edirdi? İndiki Cənubi Azərbaycan, bir də indiki Azərbaycan Respublikasının, yəni Şimali Azərbaycanın Respublikasının bəzi cənub ərazilərini əhatə edirdi. Qərbində Zaqros dağları var idi. Ən böyük düzənlik də Urmiyanın cənubundaydı və s. Demək, Atropatenada hansı tayfalar yaşayırdı? Maqlar, Münqlər, sonra Mataylar, Kaspilər, Kadusilər. Kaspi, Kadusi həm Atropatenada yaşayacaq, həm də Albaniyada. Və Atropatena yaranması ilə, yəni eradan əvvəl 4-cü əsrdən etibarən Azərbaycanda vahid türk xalqı yaranmağa başladı. Yəni Azərbaycanda, çünki bu tayfaların hamısı nə idi? Türk idi, türk mənşəli idi, çoxsu. Və Azərbaycanda vahid türk xalqı nə vaxt yaranmağa başladı? Eradan əvvəl 4-cü əsrdə. Atropatena, daha sonra indi şimalda da Albaniya dövləti yaranacaq və bunların yaranması ilə. Və Atropatena artıq yarandı, bu coğrafiyada güclü bir dövlət idi. Ancaq biz bilirik ki, İskəndər imperiyasının süqutundan sonra yaranan dövlətlərdən biri də Selevki idi. Selevki də Atropatenanın cənub qonşusu idi. Və eradan əvvəl 223-cü ildə Selevki hökmdarı 3-cü Antiox hücum edir Atropatenaya və Atropatena hökmdarı burada kim idi? Artabazan idi. Artabazan döyüşə deyir hazırlıqsız idi. Ona görə də Antioxdan asılı vəziyyətə düşür. Yəni eradan əvvəl 223, eradan əvvəl 190-cı illər Atropatenanın Selevkilərdən asılılıq dövrü idi. Eradan əvvəl 190-cı ildə nə baş verdi? Roma və Selevki arasında döyüş baş verdi. Hansı döyüş? Maqneziya. Maqneziya döyüşü baş verəcək. Bu döyüşdə kim qalib gələcək? Roma. Kim məğlub olacaq? Selevki. Selevki zəifləyəcək. Bundan istifadə edən Atropatena eradan əvvəl 190-cı ildə yenidən müstəqil oldu. Kim? Atropatena. Qoy burada yazaq. Atropatena müstəqil oldu. Və Roma eradan əvvəl 2-ci əsrdə artıq aralıq dənizində güclü dövlətə çevrilmişdi. Və istəyirdi ki, şərqə doğru da öz ərazilərini genişləndirsin. Və əvvəlcə Romanın şərqdə, belə deyək, rəqibi kim idi? Selevki. Daha sonra isə olacaq Parfiya. Parfiyada mərkəzi Asiyada yaranmışdı. Və Parfiyada işğalçılıq siyasəti aparırdı. Parfiyada öz ərazilərini qərbə doğru çalışırdı ki, genişləndirsin.
və eradan əvvəl 1-ci əsrin 1-ci yarısında əsrin 1-ci yarısında nə baş verdi? Roma sərkərdələri şərqə doğru yürüş elədi. Məsələn, Lukul, bir də Pompey. Şərqə doğru yürüş eləyəcək. Və Lukul və Pompey şərqə doğru yürüş eləyəndə gəldilər elə Atropatenaya da. Atropatena asılı vəziyyətə düşəcək. Vəziyyətə düşdü. Asılı vəziyyətə düşsə də ancaq daxili müstəqilliyini saxladı. Daxili müstəqilliyi qoruyub saxladı. Və Atropatena kim idarə edirdi? Yerli hökmdarlar. Yerli hökmdarlar idarə edəcək. Və eradan əvvəl 53-cü ildə Roma sərkərdəsi Kras yenə də Atropatena şərqə doğru yürüş eləyəcək və burada kimlərlə döyüşəcək? Kras. Burada bir Karra döyüşü baş verəcək. Karra. Burada kimlər döyüşəcək? Roma, bir də Parfiya. Parfiyanın müttəfiqi kim idi? Atropatena. Çünki Romanın işğalçılıq siyasətinə qarşı bircə Parfiyaya ittifaqa gəlmişdilər. Və Karra döyüşündə kim qalib gələcək? Parfiya və Atropatena müttəfiqliyi. Roma məğlub olacaq, Kras öldürüləcək. Bundan sonra eradan əvvəl 38-ci ildə Roma yenidən şərqə doğru yürüş eləyəcək və bu dəfə Atropatena kimlə müttəfiq olub? Roma ilə. Niyə? Çünki Parfiya özü də işğalçılıq siyasəti aparır deyə artıq Roma Atropatena Roma ilə müttəfiq olmuşdu və Parfiya burada kim qalib gələcək? Roma qalib gələcək, Parfiya məğlub olacaq. Yəni Atropatena kimlə müttəfiq olubsa o qalib gəlir. Belə yadımızda saxlayaq. Və gəldik nəyə? Eradan əvvəl 36-ya. Eradan əvvəl 36-cı ildə Antoni Roma sərkərdəsi idi. Bu da şərqə doğru yürüş eləyir. Əvvəlcə hücum hədəfi Parfiyanın paytaxtı Ktesifon idi, ancaq birdən-birə üzü çevirir. Hara? Fraspaya. Fraspa Atropatenanın hökmdarlarının iqamətgahı idi. Və gəlir bura mühasirəyə alacaq. Və mühasirəyə alanda Atropatena hökmdarı kim idi burada? Artabazd. Artabazd idi. Artabazd gələcək burada Fraspanın müdafiəsinə. Artabazda kim kömək edəcək? Parfiya. Parfiya kömək edəcək. Və Artabazd və Parfiya, yəni Atropatena və Parfiya birlikdə Antoni burada uzaqlaşdırmağı bacaracaqlar. Antoni geri çəkiləcək. Ümumilikdə döyüş zamanı 10.000, geri çəkilərkən isə 35.000-ə yaxın deyil qoşununu itirir. Və ancaq bundan sonra Atropatena hökmdarı Artabazd həmçinin döyüşdən sonra bayram keçirir. Roma legionlarının bayraqlarını yəni orada nümayiş etdirir və s. Ancaq Artabazd Parfiyana üz döndərib Romaya meyl eləyəcək bundan sonra, xüsusən Oktavian Avqustun dövründə. Niyə? Çünki Parfiyada işğalçılıq siyasət aparıb Romanı işğal eləmək istəyirdi. Ona görə də Artabazd kimlə müttəfiq olacaq? Roma ilə. Öz oğlu Ariobarzanı. Ariobarzanı göndərəcək Romaya. 10 il Romada qalacaq. Eradan əvvəl 20-ci ildə. Eradan əvvəl 20-ci ildə Oktavian Avqustun köməyi ilə Ariobarzan hakimiyyətə gələcək Atropatenada və Atropatenanın qərbində Kiçik Asiyada yerləşən ermənilər üzərində hakimiyyəti də kimə vermişdi? Ariobarzana vermişdi. Və bizim eranın 20-ci ilində sonuncu hökmdar Ariovast
Ariyavast demək ölmüşdü, vəfat etmişdi. Vəfat edəndən sonra artıq Parfiya Arşakilər nə eləyəcək? Tutacaq Atropatenanı və Atropatena dövləti süqut eləyəcək. Ta Parfiyanın süqutuna qədər 224-cü ilə kimi, yəni bizim eradır təbii ki, bundan sonra yadımızda saxlayaq. Bax, bu hadisələr kimi demək, Atropatena Parfiyanın tərkibində qalacaq. Bax, bu da bizim Atropatenamızın əsas tarixləri. Biz 4 dənə hökmdar, daha doğrusu 5 dənə hökmdar adı çəkdik Atropatenada. Atropat nə eləmişdi? Dövlət yaratmışdı. Artabazan 3-cü Antioxa qədər, daha doğrusu 3-cü Antioxdan Aslivesə düşmüşdü. Ondan qabaq isə dövlətin sərhədləri Xəzər dənizinə qədər çatmışdı. Sonra Ariobarzan, Atropat Artabazan, sonra Artabaz gəlir. Artabaz da Frasva döyüşündə Romaya qalib gəlmişdi. Sonra gəlir bunun oğlu Ariobarzan gəlir. Ariobarzan da Oktavian Avqustun köməyi ilə əvvəl 20-ci ildə hakimiyyətə gəlmişdi. Ermənilər üzərində də hakimiyyət var idi. Sonuncu hökmdar isə Ariovast. Bunu yadda saxlamağın əsas üsulu Atropat ilk hökmdardır. Bu heç Artabazan, Artabazd. Yəni qafiyələşdirin. Ariobarzan, Ariovast. Artabazan, Artabazd, Ariobarzan, Ariovast. Yəni ilk ikisi Arta ilə başlayır. Sonuncu ikisi isə Ario ilə başlayır. Yəni bax, bu formada yadınızda saxlayın, rahat yadınızda qalacaq. Atropatenada əhali əsasən nə ilə məşğul olacaq? Əkinçilik, maldarlıqla, hətta ölkədə at saxlayırdılar, at. Və buna deyirlər səma atları. Çinlilər belə adlandırırdı. Və həmçinin dovşuluq və s. inkişaf eləmişdi. Çin ticarətdə puldan istifadə olunurdu. Yerli pullar Atropatenada pul yox idi. Kimin adından? İskəndər Makedoniyalı İskəndərin adına kəsilmiş pullardan istifadə edirdilər. Və demək, Atropatenada hərbi işdə midyə yağı istifadə olunurdu. Sonra Atropatenanın hansı şəhərləri var idi? Qazaka paytaxt idi. Fraspa hökmdarların iqamətgahı idi. Sonra bundan başqa Fanaspa, sonra bir də Aqnazana şəhərləri var idi. Qazaka, Fraspa, Fanaspa, Aqnazana şəhərləri var idi. Və dövləti kim idarə edirdi? Hökmdar. Düzdür? Hökmdar. Və qeyri-məhdud hakimiyyətə malik idi hökmdar. Quldar dövləti idi. Və monarxiya idi təbii ki. Düzdür? Monarxiya. Bunu da yadımızda saxlayaq. Ancaq quldarlıq o qədər inkişaf etməmişdi. Və ümumiyyətlə bir çox o dövrün qaynaqlarında Atropatena haqqında məlumat verilir. Məsələn, Strabon Atropatena haqqında məlumat verəndə, məsələn, ordusu haqqında məlumat vermişdi. Məsələn, deyirdi ki, döyüşə 10.000 süvari, 40.000 piyada qoşun çıxara bilir. Bax, bunu da yadımızda saxlayaq. Və həmçinin gəldik nəyə? Ölkədə din. Hansı din var idi? Çox tanrılıq idi əvvəllər. Ancaq sonralar, məsələn, Zərdüştülük dini daha geniş yayılmışdı. Məsələn,
Zərdüştlük dini nə vaxt yaranmışdı? Zərdüştlük dini eradan əvvəl 7-6-cı əsrlərdə yaranmışdı və Zərdüştlük dinini kim yaratmışdı? Zərdüşt. Sonra ateşpərəstliklə qaynayıb qarışmışdı Zərdüştlük dini və demək artıq Zərdüştlüyün mərkəzi də Qazaka şəhərinə keçmişdi. Qazaka şəhəri Zərdüştlük dininin mərkəzi idi. Bunu yadımızda saxlayaq. Həmçinin Atropatenaya Yunan elmi mədəniyyətinə təsir eləmişdi. Məsələn, Yunan tanrılarına sitayiş var idi. Məsələn, bunu nə göstərir? Elmi mədəniyyətin təsiri bunu göstərir ki, Yunan tanrılarına sitayiş var idi. Sonra bir də Kerifto məbədi var ki, Kerifto məbədi var ki, bu da orada demək Herakla məxsus idi bu abidə. Orada Yunan dilində yazı həkk olunmuşdu. Yunan dilində yazı həkk olunmuşdu. Herakla məxsus idi. Herakla məxsus idi. Bax belə. Və dediyimiz kimi Yunan tanrılarına sitayiş, ümumiyyətlə Kerifto məbədi, bunlar elmi mədəniyyətin yayıldığını göstərir. Bu da bizim Atropatena 4 dərsimiz. Nəsə lazım olsa sual verə bilərsiniz, yaza bilərsiniz və s.